O surədə eyni 20 yanvar, Xocalı və qeyri məzlum insanlar ki, dünyada qırılıblar, onlara bir işarə var. Yəni, demək olar ki, Quranda bir toplumun faciəvi şəkildə işgəncə ilə qətlə yetirilməsi Buruc surəsindədir. Yəni, Quran bu məsələdən biganə deyil. Quran özü də narahatdır ki, niyə insanlar biri digərinə faciə yaşadır. Diqqət eləyin. Öncədən bir müqəddiməyə ehtiyacımız var. Salavat göndərək Peyğəmbərimizə. Həmən bu surədə, Əl-Buruc surəsində Allah Taala özünə sifətlər verir. Rəhman, Rəhim filan sifətlər yoxdur. O sifətlərdən də Allah Taala bu surədə qeyd edir. Bax, bir-bir sayaq, sonra bir yerə yığaq və mövzumuza nə adiyyəti var, ona fikir verək. Deməli, Allah əzizdir, həmiddir. 2 dənə yadınızda saxlayın. Əziz və həmid. Səmaların yeri maliki, malik və hər şeyin şahidi. Deməli, şahid, malik, əziz, həmid. 4. Yubdi'u və yu'id. Yoxdan var edən və bir daha həyata qaytaran odur. Mubdi' və mu'id sifəti. Qafur və dud digər sifət. Deməli, Məcid ərşin olan sahibi və buradan bitdi. Gəlirik 16-cı ayə. Bu sifətlərdən sonra fəalun limə yurid. Fəalə ərəb dilində bir işi görməyə, bir işi yerinə yetirməyə deyilir. Fəalə şeyən bir işi yerinə yetirdi. Fəalsa onun şişirdilmiş mübaliğə bir halıdır. Yəni, çox-çox əzmkarlıqla, qətiyyətlə bir işi görən. Bir var deyəsən fail, fail. Bir də deyəsən ki, fəal. Fəalın feili faildən nədir? Şiddətli və artıqdır. Allah özünə deyir ki, fəal limə yurid. O Allah nə istəyirsə, onu neynəyəndir? Eləyəndir. Yəni, Allah Taala nə istəyirsə, onu eləyir. Yəni, Allah Taalaya kimsə imla neynəyə bilməz? Eləyə bilməz. Yəni, iradə kimin iradəsidir? Onun iradəsidir. İndi bu qədər sifətlərdən sonra Allah nə istəyirsə, onu eləyəndirsə, bu sifətlərin nə anlamı var? Bilmirəm, fikrim çatdı sizə ya yox. Və diqqət edin. Deyirəm ki, Allah Taala rəhmandır, rəhimdir və nə istəyir, onu da eləyir. Yəni nə? Yox. Kim kömək eləyir? Təzədən. Allah rəhmandır, rəhimdir, qəfurdur, vəduddur və nə istəyir, onu da eləyir. Necə? Yəni, ziddiyyət. Yəni, əgər rəhimdirsə, rəhmandırsa, qəfurdursa, vəduddursa və nə istəyir eləyirsə, bununla düz gəlmir axı. Deməli, Allahın işləri nə üzrə olmalıdır? Bu sifətlər üstündə olmalıdır. Yəni, vəduddan keçməməlidir, qəfurdan keçməməlidir, rəhimdən keçməməlidir və malikdən keçməməlidir və s. ilə axır. Deməli, fəal limə yuridi belə başa düşmək lazım deyil. Allah Taala öz sifətlərini neynir? Tapdalayır. Bu səhv düşüncədir. Gələsən bu ayədə ilişib qalasan ki, Buruc surəsi 116-cı ayədə fəal limə yurid. Allah nə istəyir, onu da eləyir? Xeyr. Allahın iradəsi hansı belə deyək, xəttlər üzərində gedir
öz sifətləri mənzuməsində. Allahın nə qədər sifəti var? Rəhman, Rəhim, filan, 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 filan. Nə istəyir eləyir, həmən o mənzumədə eləyir. Nə ki o mənzumədən kənara çıxır. Başa düşdünüz? Yəni sabahları bunu oxuyanda özünüzü çaşdırmayın ki, Allah Teala məsələn vədəsinə xilaf çıxan deyil və nə istəyir eləyir. Yəni nə edə bilər? Vədəsinə xilaf da çıxa bilər. Allah Teala bu ayədə deyir ki, bəndələrinə zülm eləyən deyil və nə istəyir eləyir. Yəni nə edə bilər? Zülm də eləyə bilər. Yox, belə deyil. Allah, yəni onun sifətləri Quran-ı Kərimdə və səhih hədislərdə təsdiqin tapmış nələr? Sifətlər. Həmən bu sifətlər mənzuməsi Allah nə istəyir eləyir. Yəni Allahın iradəsi sifətlərindən nədir? Kənar deyil. Amma nədir də? Amma məsələn, zülm edir, məhv edir. Necə? Zalim gördü, məhv edir. Yox, hələ o da ədalət sifətindəndir. O ədalətdir. Orada başqası da var. Yox, yenə aydın olmadı sizə. Diqqət eləyin. Bizim müşkülümüz nədədir? Allahın sifətlərindən xəbərimiz yoxdur. Rəhman, Rəhimdən başqa heç nə eşitməmişik. Allah Teala, bax, belə deyək də, Həzrət Əli əleyhissalama, İmam Rıza əleyhissalama və digər Əhl-i Beyt imamlarına belə suallar verilib ki, məsələn, Allah Teala bir qaya yarada bilərmi ki, onu neynəyə bilməsin? Qaldıra bilməsin. Deməli, əqidə hər bir xristiyanın, yahudinin, müsəlmanın əqidəsi budur ki, Allah əla kulli şeyin qədir. Allah hər şeyə qadirdir. Bunu qatladıq. Xaliqu kulli şey. Yahudi, müsəlman, xristiyan, Allah hər şeyi yaradandır. Hər şey yaradan, hər şeyə gücü çatan. İndi sual belədir. Elə bir şey qaya yaratsın ki, və yaxud bəzi misallar da var, elə bir düyün salsın ki, özü onu aça bilməsin. İndi desin ki, yox, o qayanı Allah yarada bilməz. Deməli, nədir? Deməli, xaliqlik sual altına gəlir və qüdrəti Allahın nədir? Sual altına gəlir. Əgər desin ki, yox, Allah düyünü sala bilər və elə eləyər ki, özü də aça bilməz, qayanı yaradar, elə eləyə bilər, özü də onu qaldıra bilməz və yaxud dəvəni iynənin gözündən, dəvə kiçilmədən və iynənin gözü böyümədən salar, çıxardar, sən qalırsan iki yolun arasında, ikisini də inkar eləyə bilmirsən. Allahın mütləq qüdrəti və Allahın mütləq xaliqiyyəti. Sual da belədir. Dəvə, düyün və bir qaya parçası. Biz nə deyirik? Allah hər şeyə qadirdir, Allah hər şey yaradandır. Həzrət Əli əleyhissalamın cavabı, demək olar ondan başqa bu suala heç kim cavab verməyib. Nəhcül Bəlağadadır. Həzrətin cavabı belədir. Sən soruşduğun olası deyil. Bundan artıq söz demir və o adam da qanmır. Başa düşmür. Niyə olası deyil? Çünki Həzrət Əli işin gücünü atmalıdır, oturmalıdır adamla, Allahın sifətlərini başa salmalıdır. Allahın sifətlərini idarə eləyən bir sifət varsa, o da Allahın hikmət sifətidir. Bütün sifətləri hikmət sifəti neynir? İdarə eləyir. Hikmət sifəti Allahın Rəzzaq sifətin nizamlayır. Hikmət sifəti Allahın xaliqli sifətin nizamlayır. Deməli, Allah Teala ruzu verəndir də, düzdür, hesabsız. Düzdür? İndi yer kürəsi yağış ruzudur ya yox? Yox. Yağış hesabsız gəlsin, nə olacaq? Bəs niyə hesabsız gəlmir, hesabla gəlir? Hikmət sifəti. Hikmət qoymur. Nizam,
İntizam dəysin bir-birinə. Və yaxud Allah xaliqli sifəti var da, məsələn, inək, qoyun, dəvə hələ dayanmadan artım. Yer kürəsi, insan, heyvan nə olacaq? Məhv olub gedəcək. Allah qadir deyilmi? Allah qadirdir. Hesabsız dəvə, inək yaratsın. Hesabsız yağışı töksün. Amma Allah Teala özü deyir ki, mənim bir sifətim var, adı Həkimun. Həkimun sifəti imkan vermir. Yəni Allah, elə bir bu üç sualın mahiyyəti budur ki, Allah özü-özün batil eləsin. Allah bu tərəfdən deyir, mən həkiməm. Bu tərəfdən də ondan hikmətin əleyhinə iş tələb olunur. Aydın? Yəni, hikmətin əleyhinə olan hər bir iş nədir? Məqbul deyil. İndi Allah Teala hər hansı bir qövmü zülmə məhkum eləyir. Bir yerdə zəlzələ eləyir, həmən o yerlə yeksan olur. Yenə deyirəm, uşağın nə günahı var idi? O qocanın nə günahı var idi? O qız gəlinin nə günahı vardı ki, o daşın altında qaldı, beton töküldü üstünə. Heç bir tikəsi tapılmadı ki, aparaq, bastıraq. Allah niyə belə eləyir? Bu sualı verməzdən öncə biz gəlməliyik Allahın sifətlərinə. Allah Teala Rəhman, Rəhimdir. Dilin deyir, amma ürəyin demir axı onu. Bu bir. Sən iman gətirməmsən Allahın Rəhman, Rəhim. Rəhman, Rəhim olan yerlə yeksan eləməz, belə deyək də, hikmətsiz iş görməz. Vədud sifəti var. Vədud, məhəbbət, sevmək. Əgər ananın evladına vədud sifəti bizi üçün böyük bir məqamda dayanırsa ki, özün ölümə də belə verməyə hazırdır. Məsələn, mən ana tanıyıram, dostumdur, Elçin müəllim. Allah ona şifa versin və şəfa versin. Deməli, anasının 70 neçə yaşı var. Özünün də təqribən 40-a yaxın yaşı var, xəstədir, böyrəklər işləmir. Və belə getsəydi də çox çətin bir duruma salardı. Həmən o ana, ki, özün güclə tərpədən ana, böyrəyin verdi evladına. Amma mən ailə də tanıyıram, ata qaraciyərində problem var, ona ciyər köçürülməlidir. Çünki ciyərin belə bir xasiyyəti var ki, elə bir özü-özün belə formaya sala bilir də. Yəni, insanın bədənində yeganə bir orqandır ki, bərpa eləyə bilir, özü-özün eləyir. Yəni ki, oradan-buradan oğurlayır, formalaşdırır. Amma o ürəkdə, orada, burada belə bir xasiyyət yoxdur. Bir tikə lazımdır. Evladlar heç biri vermədi, borc, xərc elədilər, pulla atıya, yenə də sağ olsunlar. Amma, məsələn, belə də var. Məsələ, bu misalları çəkməkdə məqsədim nədir? Yəni, insanda belə fədakarlıq varsa, digərinə məhəbbət, mərhəmət varsa, Allahda bu qat-qat olmalıdır.